2025-ci il 1 iyun tarixində keçirilmiş ixtisas qrupu üzrə qəbul imtahanı ilə bağlı vacib bir məlumat paylaşılıb. Dövlət İmtahan Mərkəzinin verdiyi açıqlamaya əsasən, Azərbaycan və Rus bölməsi üzrə riyaziyyat fənnindən bir test tapşırığında texniki səhvə yol verildiyi müəyyən edilib. Sualın texniki baxımdan düzgün tərtib olunmaması, onun hər bir abituriyent tərəfindən eyni şərtlərdə cavablandırılmasını qeyri-mümkün edib. Bu səbəbdən müvafiq sual ləğv olunub və abituriyentlərin xeyrinə qərar qəbul edilib. Yəni, sual abituriyent tərəfindən düzgün cavablandırılmasa belə, hətta heç cavablandırılmayıbsa belə, hər bir iştirakçının həmin sualı doğru cavablandırdığı qəbul olunacaq. Bu isə təxminən 4,5 bal artım deməkdir və imtahan nəticələrinə müsbət təsir göstərəcək. Sizi təbrik edirik. Göstərdiyiniz əzmkarlıq və səbr nəticə verdi. İmtahanın texniki və obyektiv səbəbləri sizin əleyhinizə yox, xeyrinizə işləyəcək.